Gültekin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub. Deportasiya gecə saatlarında baş tutub. Gültekin Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb. Barəsində hər hansı qətimkan tədbiri yoxdur. Xatırladaq ki, mediada Gültekin Hacıbəyli və Milli Şuranın digər üzvü AXÇP sədri Əli Kərimlinin prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb. Qeyd edək ki, Gültekin Hacıbəyli ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca geri göndərmə mərkəzinə aparılıb. Özünün sosial media hesabında verdiyi məlumata görə Ankara məhkəməsi barəsində G82 maddəsi dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatına üzvlük ittihamı irəli sürülüb. Xatırladaq ki, G82 məhdudlaşdırma kodu milli təhlükəsizliyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilən xarici vətəndaşlara tətbiq olunan koddur. Bu kod həmin şəxsin Türkiyəyə girişinə qadağa qoyur və Türkiyə ərazisində olduğu halda müddətsiz şəkildə deportasiya edilməsinə səbəb olur.